Şey var, Counter Strike var, 1.6 bildiğimiz oyun. Aha, oynamışam. Bir dənə Özbək qaqaşdır. O şimdi torpaq alıb, real həyatda torpaq alıb, Mansion xəritəsi var idi, onu Var. tikib, bildiyin onu tikib. Ortada hovuz var idi. Evi, Öz hovuzu. evini Öz oyundakı evi kimi yox, yaradı. torpağı alır, Ay, evi sağ ol. Mansion. Bildiyin Ha. Mansion'dır. Allah'a yəni oranı gəzmək istəyirəm. Ne gözəl. Prosta Həvəs sən var. həvəs deyil, sən nəfər temadır. Təsəvvür elə şeydir. Öz dünyasını yaradıb deyirəm Hə orada də- ki, mən bəlkə də həmin Adam oyunun müasir xəstəsidir stilli, o adam. 100%. Ya bildiyi İnternet şey. klubun 20 qəpik olan vaxtları. Nə, aysa 20 qəpik də deyildi, 10 qəpik vardı. Qaqanatçı açın. Sənin vaxtındır, dur. Oynamayanlar bayra. Ver bir konu oynayayım da. Bir konu Gözlə, oynayayım. o bir konu 11 konu. Sonra şey çıxdı, Point Blank çıxdı. Ona da şey dedilər, təzə Counter Strike. Yadına düşür. Türkünü oynamışam mən onu. Yo, mən 2009 idi səhv eləmirəmsə Point Blank-ı ilk dəfə oynayanda mən. O qırğın, o generalı şeylə 07 ilə zaten da. X5 ilə eşitmişəm. Mən X5 demərəm amma 06-ya 07 inanaram da. bəlkə də Miflər Allah. gəzir eləmişə. Şey kombat var idi, Adına klassik vaxtları var idi. Tulka ilə sonra şey. Vetsi bir dənə day var idi. Bu adam mənə maraqlıdır ki, bu bir dənə evə yatmağa gedir də. Mikrofon bir sənə o şlanq kimi bir dənə gözü göstər. Burdan belə gəldi mikrofonlar var idi. Soxurdu ağzına mikrofonu. Bildi var. Belə də danışırdı. Adam başı ağrıyırdı, onu açdıqdan çox Hə, şey. sən bu saçımın ortasına bir xətt düşürdü də, ona aşıq o qədər şey sıx gəldi.